Dövlət İmtahan Mərkəzi 2025-ci ildə keçiriləcək imtahanlar və qeydiyyat tarixləri haqqında məlumat paylaşmışdır. Bu məlumatlar əsasında iyul ayında keçiriləcək imtahanların tarixi barədə biz də sizinlə məlumat paylaşmaq istədik. 6 iyul tarixində 2-ci və 3-cü ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı, 13 iyul tarixində isə 1-ci və 4-cü ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı keçiriləcəkdir. Həmçinin eyni zamanda 13 iyul tarixində 3-cü qrup üzrə DT və TC alt qruplarının hər ikisini seçənlər üçün coğrafiya fənnindən də imtahan təşkil olunacaqdır. Onu da qeyd edək ki, iyul ayı boyunca 5-ci qrup üzrə qabiliyyət imtahanları da həyata keçirilir. Bu barədə ətraflı məlumat əldə etmək istəyirsinizsə, dim.gov.az saytına daxil olub məlumatları öyrənə bilərsiniz.